Əziz və çox dəyərli Ramilə xanım, mən də öz növbəmdə sizi doğum günü münasibətindən ürəkdən təbrik edirəm. Allah Teala'dan sizə və ailənizə uzun ömür, can sağlığı, səadət dolu günlər arzulayıram və xüsusilə şəxsən sizin özünüzə yaradıcılıq uğurları, ömür yollarında uğurlar arzulayıram. Allah var eləsin. Mənim gözəl, mehriban, sadə, səmimi Ramilə bacım, sənin bu gözəl günün münasibəti ilə təbrik edirəm. Sən mənim üçün əsl ədəbiyyat nümunəsisən. Hər zaman dəyərlisən və mən sənə hər zaman dəyərli qalmağı arzulayıram. Əziz bacım, dəyərli şairəmiz Ramilə xanım əzizim, sizə ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Səsiniz hər zaman yüksəklərdən gəlsin. Yeni yaşınız uğurlu, düşərli olsun. Bütün arzularınıza çatasınız inşallah. Siz gözəl insansınız və hər şeyin ən yaxşısına layiqsiniz. Dərin hörmətlə Şəfəq Vilayət qızı. Salam, necəsən Ramilə bacım, nətərsiz? Bugün sizin ad gününüzdür, bugün sizin şad gününüzdür. Yaşınızın üstünə bir yaşda gəldi, bir yaşda ucalara, zirvələrə ucaldınız. Ad günü münasibəti ilə sizi ürəkdən təbrik edirəm, sizə can sağlığı arzu edirəm. Sizə ən əsası qadın xoşbəxtliyi, qadın saadəti arzu edirəm. Yaradıcılıq uğurları arzu edirəm. Biri-birindən gözəl əsərləriniz doğulsun. Var olun, öpürəm sizi, bağrıma basıram. Sənin gözəl bacın, Səlbi Baxış. Qrupumuzun ən dəyərli, ən gözəl, ən insani keyfiyyətlərə məxsus olan üzvlərindən biri Ramilə xanım. Mən sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Sizin kimi bir insanı tanımaq, sizin kimi bir insanla ünsiyyətdə olmaq, real həyatda da sizi əyani şəkildə görmək və tanımaq çox gözəldir, çox xoşdur. Mən sizə xanım deyirəm, amma xanımdan öncə mən sizi özümə o qədər doğma, o qədər əziz bilirəm ki, sizi özümə bir bacı bilirəm. Və çalışıram ki, çox vaxt sizə bacı deyəm. Sizi xoşbəxt eləsin. Allah sizin nə qədər arzularınız var, həyata keçirsin. Siz hər şeyin ən yaxşısına layiqsiniz. Sizin o qədər gözəl ürəyiniz var ki, hər insan o ürəyə, o qəlbə sahib deyil. Siz çox sadə, çox qayğıkeş, insanlara şəfqətlə yanaşan bir insansınız, insanlara qayğı ilə yanaşan bir insansınız, insanları anlamağa çalışan bir insansınız və ən əsası çox diqqətlisiniz. Qrupumuzun da əziyyətini çəkirsiniz. Allah sizi qorusun, çox sağ olun. Sizin haqqınız, əziyyətiniz ödənilməz. Bizim kimi insanların üzə çıxmağına, tanınmağına yardımcı olursunuz, kömək olursunuz. Mən sevinirəm ki, Nur Ocağı'nın bir üzüyəm və bu Nur Ocağı'nda sizin kimi bir insanı, bir bacını, bir xanımı tanıyıram. Allah sizə mənalı ömür nəsib eləsin, Allah sizə sağlam, can sağlığı nəsib eləsin. Allah sizin yaradıcılığınıza ilham versin və kitablarınızın sayı gündən-günə artsın, şeirlərinizin sayı gündən-günə artsın. Ən əsası Allah da heç vaxt sizin insanlığınızı sinənizdən almasın. Amin. Ədəbi mərifəti, xanım xatınlığı öz canında birləşdirən, təpədən dırnağa ədəbiyyat olan dəyərli Azərbaycan xanımı Ramilə xanım, qrupumuzun fəalı, zəhmətkeşi, sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə Allahdan uzun ömür, can sağlığı, balalarınızla
birgə yaxınlarınızla, doğmalarınızla birgə bu gözəl həyatı, gözəl, sevgi, səadət dolu yaşamağınızı Allahdan arzu edirəm. Bir daha sizi təbrik edirəm. Sizə daim yaşadığınız ömür boyu xoşbəxtliklər arzu edirəm. Hörmətli Ramilə xanım, sizi doğum günü münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, yaradıcılıqda uğurlar arzulayıram. Ad günümüz mübarək. Yusif Namazoğlu.